Oktay Vəliyev küçəsindəyik. Buyurun Aksakoğlu, özünüzü təqdim edin. Mən Şirəliyev Valih Məhəmmədaloğlu. 2005-ci ildən Çeşlə Bələdiyyəsi tərəfindən icarəyə götürdüyüm yerdə hal-hazırki günə qədər işləyirəm. 2017-2018-ci ildə bir neçə adam bir neçə dəfə yanıma gəlib yeri almaq istədiklərini bildirdilər. Mən onlara bildirdim ki, mən yeri özüm üçün yox, evlatlarımın gələcəyi üçün tikmişəm. Bu yer satmaq istəmirəm. Bir neçə dəfə gəldikdən sonra onlar mənə dedilər ki, bu yeri biz onsuz da almışıq. Amma istəyirik siz xoşluqla verəsiniz. Kimlər gəlmişdir? Hafiz, Namik adlı 2 nəfər, yanında da bir neçə nəfər vardı. Amma onların adını bilirəm ki, onlar dəfələrlə gəliblər. Onlar kimlərdir? Onlar bu yeri almaq istəyən adam Zərifə Quliyevanın əlinin altında işləyən işçiləri. Özləri deyir, biz onun göstərişlərini yerinə getiririk. Amma xanım deyir, Zərifə Quliyeva deyir ki, onları mən işdən çıxardmışam. Necə işçilər idi ki, nə yolla işləyirdilər ki, nə yolla da çıxardılır, bilinmir. Onlar Zərifə Quliyeva mənə verilən məlumata görə, onların öz adamlarının mənə verdikləri məlumata görə Ulu Öndərin dayısı qızı adı ilə prezident ailəsinin adından istifadə edən bir 75 yaşlı bir xanımdır, qadındır. Mən o sualı ona verəndə ki, siz prezidentin qohumusunuz, nəyisiz? Axı prezident, hörmətli prezidentimiz İlham Əliyev bütün hər yerdə deyir ki, kimdən nə eləyirsinizsə halallaşın sonra. Siz necə mənim 1 milyonluq yerimi 250 mindən deyirsiniz almalıyıq. Necə alırsınız bilinmir. Necə alırsınız bilinmir. Axı bu yanınızdakı adamlara başa sala bilmirsiniz ki, bu kişi 20 il evlatlarının Moskvada soyuqda əziyyətin bura qoyub. Bura çəkilən xərc hal-hazırki günə qədər 650-700 minə qədər pul qoyulub. Bu boyda tikilini görmürlər. Onlar 800 kvadrat tikiliyə mənə 250 min pul təklif eləmirlər. Veriblər, amma nə yolla? Mənim nəvələrimi oğurlama hədə qorxusu ilə, mənim özümü Mədət Quliyevin, nazir Mədət Quliyev cənablarının vaxtından mənə hədə qorxu gəlirlər ki, səni maşına basıb apararlar, sən bilmirsən kimlə kəllə-kəlliyə gəlirsən. Mirzəbad adlı bir jurnalist də gəlib məni evimdə, ailəmin yanında, uşaqlarımın yanında hədə qorxu gəlir. Onlar nəvələri apararlar, heç tapa da bilmərsən. Sənin özbən uşaqların xaricdə yaşayır. Onlar gələndə başlarına nə iş gələ bilər, sən hələ bilmirsən. Hörmətli prezidentimizdən xahiş edirəm. Onun ailə adına ləkə gətirən, bəzi adamların adından istifadə edən, belə bir adamları cinayət məsuliyyətinə cəlb eləsin. Nə qədər bunlar axı istifadə eləyəcək, nə qədər yerlər alacaq, bunların gözü doymur. Bu qədər yerdən mənim bildiyim bir neçə yerlərdə hədə qorxu ilə belə yerləri alıblar. Mənə də evimə gəlib hədə qorxu gəliblər, iş yerimə gəlib. Bugün uçurdacıq işçiləri, icarəçiləri qovurlar ki, bu gecə uçurdacıq sizin malınız qalacaq, burada batacaq. Mən dəfələrlə icarəçi yığdığıma baxmayaraq, təzədən onları qovub, qorxuzub hədə qorxu ilə çıxardıblar. Mənim özümü kiminsə göstərişi ilə aparıb, döyüb yola atıblar. Ondan sonra mənim şəkərim qalxıb, ayağımda əməliyyat olunub. 2 ay mən evdən çıxa bilməmişəm. 2 aydan sonra bir neçə yerə müraciət eləmişəm, baxmırlar. Nə polis orqanı, bilmirəm bunların arxasında kim dayanırsa. Getdim, Nizami rayon prokurorunun qəbulunda oldum ki, bu işi görənləri niyə məsuliyyətə cəlb eləmiş? Axı məni gəlib incidirlər, məni döyüblər ki, sol gözüm hal-hazırda 15% görür. Mən bilmirəm onların göstərişi ilə mənim icarəmdə olub. Məndən 50 min pul istədilər ki, xanımın qəbuluna salacaq. Harada istədilər? Burada danışdı. Getdi, sərin kafesində oturdu. Orada dedilər, 2 nəfər adam gətirdilər güya xanım. Biri sürücüsü idi dediklərinə görə. Amma o birisi Rafu adında o xanımın axranasında işləyir. 444 Rafu adlı bir cavan oğlandır. Land Rover'lə gəlmişdi. Mənə girən kimi dedilər ki, bəs
pulu gətirmisən, dedim, hansı pulu? Dedi, bəs 50 min gətirəsəydin. Dedim, mən 50 mini heç kəsə söz verməmişəm. Mən dedim, mənim işimi görsünlər, məni xanımın qəbuluna salsınlar. Əgər məni heç yerə salmamışım, mən 50 min də verim, kimsə yesin, mən onu eləyəm dedim. Qoşdum, oğlumla danışdılar, oğlum Moskvada yaşayır. Oğlum dedi, siz bunu necə salasınız, necə pul istəyirsiniz? Dedi, pulu versin, biz onu qəbula salacaq. Xanımın qəbuluna salacaq, onda onun işinə baxılacaq. Oğlum dedi, mən gəlim, harada desəz, mən sizinlə oturum, 50 mini gətirim cibimdə. O bir şey görülsün, qəbula düşsün ki, mən gedib, ondan sonra o pulu verim sizə. Baxmayaraq bunlar oldu. Mənə orada döyən adamlar, mənə aparıb pis vəziyyətdə gətirib, o şəkillər polis orqanlarına, prokurorluğa, hər yerə getməyin, Daxili İşlər Nazirliyinə, hər yerə göndərdiyimə baxmayaraq, mənim cavablarda ancaq onu yazırlar ki, cavab veriləcək. Bəyəm iş 6-7 aya bu işə baxılmırsa, kim və nə vaxt cavab, məni öldürəndən sonra cavab verəcəklər. Xahiş edirəm, hörmətli prezidentimiz, bu boyda dünyanı qarşınıza alıb Qarabağı boşaltdınız. Amma bugün adi içərdə bəzi adamları sizin məmurlar, sizin göstərişinizlə işləyənlər sizi qarşılarına almayaraq özbaşına hərəkətlərin qarşısını alın. Xahiş edirəm. Bir Azərbaycan vətəndaşı kimi. Mən ailəm, evlatlarım Moskvada yaşayır, özüm buradayım. Özüm Allah'tan başqa heç nədən qorxum yoxdur. Amma bunların hədə qorxusu mən nəvələrimdən, evlatlarım xaricdə yaşayır. Onlar gəlib gedəndə onların başına nəsə eləyərlər. Mən vaxtilə Ramil Yusubov cənablarına, Daxili İşlər Nazirliyinə məktubla müraciət elədim ki, xahiş edirəm mənim ailəmin, evlatlarımın təhlükəsizliyinə zəmanət verin. Hədəliyirlər, hər şey ola bilər. Bu günə qədər sizin başınız siyasətə qarşı, devlət siyasətinə, böyük işlərlə bu boyda Qarabağımızı boşaltdınız. Minnətdardır bütün Azərbaycan xalqı. Amma içərdən sizin adınızdan bu hərəkət eləyən, belə bir qanunsuz işlər görən, qanunsuz çıxarış çıxardan Əmlak Komitəsi, onunla əlbir olub iş görən bəzi adamların qarşısını almağınızı xahiş edirəm. Bir Azərbaycan vətəndaşım, bir prezident kimi sizə müraciət edirəm. Hörmətli prezidentimiz, xahiş edirəm. Bu işi özünüz nəzarətə götürəsiniz. Belə yalandan iş adamı kimi özünü göstərən bəzi xanımları, bəzi bu qondarma iş adamlarının qarşısını alasınız. Devlət sizə inanır, sizə xalqımız sizə səs verib, sizi prezident kimi görür. Amma bəzi adamlar sizi hörmətdən niyə salmalıdır? Axı bunun qarşısını siz bir kəlmə ilə ala bilərsiniz. Halil bəy, bu sahə sizindir, səhvdir. Bəli, mənim çıxarışım olmasa da 20 ildir bu itkilləri mən eləmişəm. Rayon İcra Hakimiyyətinin, Bakı Sovetinin razılığı ilə arxitektura şöbəsinin mənim yerimin 20-60 olduğu halda mənim yerimi adın, ünvanı dəyişib 22 ifadə ilə çıxarış çıxardılar. Xahiş edirəm bunu yoxlatdırıb nəzarətə götürəsiniz. Bu sahənin sənədi varmı sizə? Bakı torpaq sahəsinin bu sahənin sənədi mən bələdiyyədən 2005-ci ildə buranı bələdiyyədən icarəyə götürmüşəm 30 illik icarə sənədi ilə. Bu günə qədər hal-hazırda burada 850 kvadrat bir balaca otağı tikə bilmirsən. Əgər 850 kvadrat sənədim olmasa necə icazə verib, necə tikə bilərdilər? Hal-hazırda balaca yerim var. Onu tikmək istədim. Gəldilər, onu rayon icra hakimindən, polis idarəsindən gəlib tökülüb, kuvaldla götürüb söktülər. Mənim zəhmətimi, mən buranı qazilər xahiş eləmişdi, qazilərə verirdim ki, gəlib oturub burada ofis kimi açsınlar. Onların deməyinə baxmayaraq, onların icra hakimində məktubu da vardı. Onlara baxmayaraq icra hakiminin nümayəndə və polisin İTŞ-nin rəisi kuvaldı götürüb əli ilə sürtdü. Burada çəkiliş aparmış işçilər. Onu da alıb sildilər.
Xahiş edirəm belə şeylər imkan verməyəsiniz. Bilirəm sizin işləriniz o dərəcədə çoxdur ki, adi vətəndaşlarla vaxtınız olmur. Amma qoyduğunuz yerlərdə bəzi icra nümayəndələri, icra işçiləri, polislər, bunlar hara baxır? Məni dəfələrlə gəlib burada hədəlib, məni aparıb döyüb, ölümcül halda gətirib işgiyerimin qabağına atıblar. Bu günə qədər 6-7 aydır. Bu günə qədər də bunu eləyənlər nəyə eləyib? Nə məqsədlə eləyib? Məlum deyil. Kim durur bunların dalında? Nizami rayon prokurorun mənə dediyi söz oldu ki, sən bilmirsən onların, deyirəm yoldaş prokuror, kim durur dursun. Axı qanunumuz var. Qanun qarşısında hamımız eyni. Axı bu qanunu niyə tapdayanları müraciət eləyir şəxsən o adamların adından onlara siz heç bir şey eləyə bilmirsiniz. Adın qoyursunuz ki, kimlərsə onların arxasındadır. Axı prezidentdən yuxarı heç kəs mən tanımıram. Xahiş edirəm, bunların qarşısını alasınız. Bunların o çıxartdığı bu əngamələri məndən başqa bir neçə nəfərin yerin əlindən belə məcburi alıblar. İcra hakimi özü, cənab Qasımov o vaxtı məni çağırdı ki, ged mənim tərəfdən prokuraturada məhkəmədə izahat ver. Niyə? Onu da vermişdilər. Həmən bu xanım o qədər özünə icra hakimin prokurorluğa vermişdi ki, bu işin dalıcan düşməyin. Bu qadın, bilmirəm, özü nə dərəcədə güclü. Hansı qadın deyildi? Zərifə Quliyeva, Rızaqulu qızı. Mənim bildiyim elə bir vəzifəsi yoxdur. Amma hər yerdə onu prezidentin dayısı qızı kimi, Ulu Öndərin dayısı qızı adı ilə özün qələmə verir. Nə dərəcədə düzdür. Xahiş edirəm, iş orqanlar, müəyyən orqanların buna nəzarətə götürüb, onun əlinin altında bir neçə cavan adamlar var, gəzirlər. Kim zəifdir, kimin sənədi yox, onu əlindən alıb tikib satırlar. Bir neçə yeri mən tanıyıram ki, onlar məcburi alıb tikiblər. Hələ bu Nizami rayonunda bir neçə obyektləri tanıyıram. Pirşavi yolun üstündə yer. Şəxsən Arif Quliyevin qəbulunda oldum, o vaxt onlar bura gələndə. Deyirəm, axı, siz necə... Xeyr, bu təzə icra hakimi hara gedirəm, onsuz da o arvadın sözü keçir. Zərifə Quliyeva olub bu rayonun yiyəsi. Mən hara müraciət eləyirəmsə, hələ prezident aparatına ərizə yazır evlatlarım Moskvada. Mənə zəng eləyib hədələyir ki, sənə dedim, mənim adımı çəkmə. Sənə dedim, mənim adım hallanmadı. Zərifə Quliyeva şəxsən oğlum Moskvadan yazdığı məktub prezident aparatına çatan günü. Burada faktiki olarak karışım ödemiş kağıdında Zərifə Quliyeva diye ad var. Mənə deyir ki, mənim adımı çəksə. Mən də ona cavab verdim ki, sizin adınızdan gedib bu. Sizin adınızdan gedir. Sizin adınızdan istifadə edirlər. Deyir, yox, mən onları işdən qovmuşam. Nətər işdən qovmuşam? Mənim dəyərim, torpağımın dəyərim verdi. İstifadımda olan torpağa dönəmizdə 250 mindən burun başını bağlamaya çalışdım. 250 min bir yana mənim özümü o vəziyyətə salıblar. Ayağım əməliyyata düşüb. Burada şəkillər var. Ayağım əməliyyata düşüb 2 ay mən evdə yatmışam. Orada diyor, paketin içində. Orada bir dənə paket olmalı. Gözüm əməliyyata bunu məndə kosmosdan çıxardılıb. Bunlar məndə çoxdan var, indi deyil. Bunların hamısını onlar... Belediyen inanmışsınız və hər ay dövlətin pulunu ödəyir. Devlətə vergimi ödəyirəm. Orada şəkillər də var. Nə şəkillərdə oradakılar? Şəxslə bağlı onunla beraber. Burada şəxsində Məni döyən şəxs mənim vaxtilə avtoyumamı da işləyib. Avtoyumanı işlədib. Hal-hazırda Kürdəmir rayonunda regional burada paketin içində kağız vardı. Məndə telefonda da var, telefonda da
Orada paket, böyük paket, ha, burada deyəsən. 2005-ci ildə məhkəmə gətirdi ki, bura sizin yaşamlarsınız. Yaşayış hüququ tanıdın. Valiyyət edin. Onunla belə məndən əl seçmirlər. Hə. Məni buradan pasport ki, məhkəmədən pasportsuz olan məktub vermişdilər. Məni buradan çıxartmaq üçün. Pasport qeydiyyatından çıxartmaq istəyirdilər. Onu da mən aparıb göstərdim, mən sübut elədim ki, mən burada məhkəmə qərarı ilə 2005-ci ildən qeydiyyatdayam. Məni necə çıxardınız? Pasportsuz olda mənim sənədimi görəndən sonra ki, bura mənim Valiyyət bəy, döyünəndən sonra hara müraciət elədi? döyüləndən sonra polis orqanlarına, Daxili İşlər Nazirliyinə, Nə qərar verdilər? heç nə, güya yüngül xəsarət. Ondan sonra mənim ayağım əməliyyat olunub, gözüm 80-100%-dən düşüb 15%-ə, gözüm iynə vurdururam, Neftçilər Balnisasında iynə vurdururam. Baxmayaraq bütün bunlara, onlar yeni öz bildiklərini eləyirlər mənə. Hələ bu azım iş kimi gəlib mənim yerimə təzədən sənəd çıxardıblar ki, güya mən bunların yerindən qanunsuz istifadə edirəm. Bunlara pul ödəməliyəm. 5-6 il mən bunların yerindən istifadə elədiyimə görə əlavə bunlara pul ödəməliyəm. Nizami məhkəmə yox ki, Namiq və Hafiz məni təzədən məhkəməyə veriblər. Nizami rayon məhkəməsində bir dəfə baxdılar, dedilər ki, bu işə biz bax. Hakim Nigar xanım idi, səhv eləmirəmsə. Hakim belə baxdı ki, dedi, bu müraciətə biz baxmaq ixtiyarımız yox. Məhkəmədə də etmədiniz ki, bu torpaq neçə illər mənim icarəmdə. Məndən qabaq hakim xanım onlara müraciət elədik. Sizin orada hansı tikiliniz var? Dedilər heç bir. Dedi, tikili olmayan yerdən necə siz pul tələb edirsiniz? Bu ki, öz tikilisindən icarə, siz necə ondan pul tələb edirsiniz? Güya mən 6 il onların yerindən istifadə edirəm. Hələ onlara əlavə 6 il işlədiyimə görə hər ayına 5.000-nə qədər yazıblar öz yanlarına. Buradan kimlərə müraciət etdi? Hansı qurumlara? Kimə müraciət etdi? Mənim müraciətim təkcə hörmətli prezidentimizə, vitse-prezident Mehriban xanım Əliyevaya, çünki mənim bildiyimə görə prezidentin siyasi işlərlə başı çox qarışıq olanda o işlərin çoxuna Mehriban xanım baxır, göstəriş verir. Mən bilirəm ki, bir ana kimi Mehriban xanım mənim ailəmin, mənim yoldaşım getdi Mehriban xanımın qəbuluna. Onu yönləndirdilər tamam başqa ünvana. Hansı ki, məndən 50.000 istəyib, ora qəbula salmaq istəmişdilər. Mən xanıma apardım ki, bir ana kimi getsin, Mehriban xanımın qəbuluna düşsün. Ora qəbula düşənmədi. Onu göndərdilər bələdiyyələr, nə bilim, nə idarəsinə. Oradan da məktub yazdılar ki, bu iş bələdiyyədə baxılır. Bir sözlə başlarından elədilər. İndi xahiş edirəm, vitse-prezidentimiz Mehriban xanıma, İlham Əliyev cənablarına başı işlərə, devlət işlərinə o qədər qarışıb, aşağıda işləri müəyyən adamlar görə olaraq göstəriş elə versin ki, burada cinayət işi var. Cinayət işini qaldırıb baxsınlar ki, mənim yerimə, mən burada işləyə-işləyə qanunsuz çıxarış necə çıxardıblar? Kimin əli ilə çıxardıblar? Çıxarışdan sonra da gəlib siz aparıb döyürlər. Ondan sonra olub bunlar hamısı. Çıxardandan nə qədər sonra aparıblar güya barışıq adı ilə Mehriban xanım qəbuluna salmaq üçün 50.000 istəyiblər. 50.000-i verməyəndə barışıq adı ilə onu da döyüb gətirib atıblar bura. Məni burada iş yerimin düz qapımın ağzına maşınla gətirib burada düşürmüşdülər. Məni də burada işçilər arendator görüb gəlib çağırmışdı 102. İstədiyiniz yerdə də, burada da yaşayırsınız. İçərini çəkə bilərsiniz. Mənim yataq otağım da burada, xınam da, hər şey. Oğlumla mən özüm 2005-ci ildən burada məhkəmə qərarı ilə qeydiyyatdayam. Mən onlar qeydiyyatdan çıxartmaq istədilər. Sahənizi də idarəyə verirsiniz. İşte o evlatlarım burada olmadığına görə müvəqqəti evlatlarım gələnə qədər dolanışıq üçün buranı icarəyə vermişəm ki, buradan dolana bilim.
Neçə nəfər burada örək? Hal-hazırda burada 7-8 icarəçi var. Hərəsinin də yanında bir neçə 40-50 ailə buradan evdə çörək aparır. Onların hamısında yerində çəkə bilərsiniz nələr var. Bunu belə deyək də, sizin bu humanist addımlarınızın qarşılığında sizi böyük alqana qoyub gətirib atıblar. Gətirib atıblar bura. Onlar planlaşdırmışdı ki, mən yolda düşərəm, iş yerimin qabağında maşın vurar, ya nəsə olar. Çünki bilirdilər onlar. Bunu biz oğlumla Laf TV'də olanda da demişəm. Mən ürəyim xəstədir, neçə illərdir. Şəkər xəstəliyim. Müsahibəniz hardadır? Onu o vaxtı dedilər ki, hakerlər silib. Nə dərəcədə düzdür? Bilmirəm. Birinci çəkiliş məndə var. Amma ikinci dəfə tək gelib çıxış eləmişdim. Mən Laf TV'dən evə çatana qədər o Laf TV'dən sildilər. O çıxışım çox ətraflı idi, hər tərəfli. Nazirlər Respublika Daxili İşlər Nazirində də birbaşa Afət xanım müraciət elədi. Elşad müəllim oradan cavab verdi ki, bu barədə ölçü götürəcək. Bəli, cavab verdi. Birbaşa efirdə cavab verdi ki, bu iş bizi bilmirdi, bu işi nəzarətə götürəcək olar. Heç bir nəzarət yoxdur, heç bir göstəriş yoxdur. Ondan sonra naborod məni bir neçə dəfə, bir neçə yeri çağırıb, hələ hədə qorxu da gəldilər ki, mən demək olar keçmişdim. Gördüm ki, 5-6 ildir, 5-6 aydır buna baxmırlar. Mən demişdim daha ki, yorulmuşam, istəmirəm. Xəstə, gözüm yaxşı görmür. Ayağım əməliyyat oldum, maşın sürməyə çətinlik çəkirəm. Sonra ki, bunlar orada 2 adamın adını çıxardım. Mənə məktub gəldi ki, güya burada 1 nəfər olub, 3 nəfər yox. Hansı 3 nəfərlə döyüb, gətirib atıblar. Cibimdə də 447 manat. Hələ burada soyğunçuluq da var idi. Onların hamısı... Bəli. Onu gətirib burada, mənim öz otağımda 150 manatın səhəri gün özləri gəldi həmən adamlar. Gətirdi, qaytardı. 100'ün biri verdi. Dedim, axı, dünən götürmüş. Bu pulu bir gündə apardınız neyinədir? Bir neçə ay sonra döyən oğlanın atası gəldi burada ki, qələt eləyiblər. Biz 20 ildir çörək yedik. Dedim, 20 ildir çörəyə sənin evladın qiymət vermədi. Məni bu yaşımda aparıb bu vəziyyətə səni salsın. Nə adı Səbzən adım tadı. Mənim icarəçim olub vaxtı ilə. Burada işləyib. Şəkili də var, məndə telefonda şəkili də var. Yox. Naxçı. Bu gəlir, yanıma onun adı nədir? Yox, orada işləyən. Orcəli Məmmədov. Qardaşı da Xətai rayonunda axtarışın rəis müavinidir, rəisi oldu sonra. İndi hal-hazırda keçib rayonda, Quba rayonunda polis rəisinin qardaşı orada işləyir hal-hazırda. Polisdə rəis müavinidir. Özü qaz idarəsində, departamentdə müavin. Məndə Moykada işləyib. Sonra gedib qaz idarəsinə, oradan Şəmkirə hal-hazırda qaz departamentdə Respublikası hal-hazırda da gedib Kürdəmirdə regionaldır qaz istismar idarəsinin 5 dənə rayonun rəisidir. Bəli. Valih bəy, yəqin kanallar vasitəsilə sizin bu danışıqlarda qulaq asarlar, bir qərar qəbul edərlər. Onlar ətrafa baxar. Buyurun. Hamısın ətraflı çəkin. Qoy, hamı bilsin ki, Azərbaycanın yəsi var, Azərbaycanın qanunu var. Bəzi adamlar ondan başqa yollar üçün istifadə edir. Hörmətli prezidentimiz yəqin ki, bunu görəndən sonra adamlar qarşı o adamlar barəsində ölçü götürəcək. Onun ailə adından istifadə edənlər cəzalanmasını xahiş edirəm. Xahiş edirəm, belə adamları imkan verilməsin. Bunlar yığışdır, sən qoy içəri. Siz burada yaşayırsınız.
Yaşa. Bu içəri zəhmət olmasa birinci o mənim otağımı çəkin. Siz özünüz burada yaşayırsınız. Bəli, bu mənim bütün günlüyümə kurdum. Bu da mənim anamın tuvaleti. Bu da yataq otağı. Məni o vəziyyətə saldılar. Mən ərzinlə bu öndərin ziyarətinə getdim ki, bəlkə ora ərzə qoyam, onunla çata bu bizim yuxarı təşkilatlara. Orada imkan vermədilər, o məktubu ora qoymadım. Mən o yerdən gözümün qarşısına aldım ki, aparım ora ərzə qoyum. Çünki mən bilirəm ki, ora gedən ərzə hökmən hörmətli prezidentimə və ya xanımına çatacaq. Bəli, Onların məzarın üzərinə məktub qoymalı getmişdiniz. Bəli, getmişdim. Bu şəxslər sizi daha desək oldu. Ölüm dərəcəsinə O çatdırdım. həddə çatdırıblar ki, artıq siz onların məzarından kömək istəyirsiniz. Bəli, bəli. Ona görə ki, bu hörmətli prezidentə, xanıma çatdıra bilmirəm. Maşında bir 30-40 dənə ərzələrim var. Heç birinə baxmırlar. Adı Zərifə Quliyeva adı çəkiləndə, bilmirəm bu Zərifə Quliyeva bu respublikada bəlkə də prezidentdən elə çəkinmirlər, elə bu boyda hörmətsizlik olmaz. Prezidentin ailə adından bu işləri görürlər. Aşağı orqanlar heç bir ona baxmır. Nə prokurorluq, nə Siz araşdırma aparmadınız ki, bu Zərifə Quliyeva kimdir, niyə prezidentin ailəsinin adından istifadə edir? Orqanlardan bunu sorğu vermədiniz ki? Mən bizim Nizami rayon prokuroruna sual verdim ki, bu boyda işi siz niyə? Dedi, siz bilmirsiniz kimə? Onun belə mənə açıq deməyəndə dedi, siz bilirsiniz onların arkasında kimdir? Kimdir yəni? Deyirəm axı siz prokurorsunuz. Şərh verdiyiniz şəxslər, sizi görən şəxslərlə bağlı şərh verəndə onun arkasında duran hara getsə, hara ərzə yazıramsa o göstəriş verir. Mən getdim, mən o döyüləndə başımı balnisada çəkmişdilər istər. Apardım, onu da verdim. Orada Nizami rayon, Xətai rayon problemlidən istintaq idarəsinin göstəriş verdilər. Mən getdim, oradan kaseti götürdüm, apardım, ekspertiz idarəsinə çatdırdım. Onun da cavabı bu gəlmir. O polislər çatmalıydı. Aldığınız xəsarətləri beləsinə 4 bastır edilib. 4 bastır edilib və sobarda güya yüngül xəsarət. Necə yüngüldür ki, mənim bugün hal-hal 80% görən gözüm 17% görür. Kağızlarım da var, keçmişəm özel şirkətlərdə. Xəbəriniz olmadan vurdular, yoxsa... Mən oradan necə çıxdım, mənim yeməyimə atmışdılar, çayıma atmışdılar, bilmirəm. Məni qoluma girib oradan başına otuzdururlar. Yolda Xəzər telestudiyasından biraz yuxarıda maşını saxlayırlar. Orada vurub, orada biraz ayrıldım, özümə gəldim, orada vurub, gətirib oradan da atıblar bura. Bu xəsarətləri oğlumdan 5.000 pul istəyib, ekspertiz idarəsi, çerez başqa adamdan ki, bunun hamısını göstərək olur. Bir də həyətə. Mən o 5.000'i kime niye verdim? Ekspertize rəyini göstərmək ki, sizdən 5.000 Orijinal olan yani, 3 gün mənə gezməyə imkan verilməydi. Şəxsiyyət bəkləyəni 23-cü bölmənə vermədilər mənə. Oğlum Moskvadan gələn mənim şəxsiyyət bəkləyəni alıb ekspertiz edildi. Burası bir çok güzel verdi. Bu gördüğünüz bu söküntüğünde bir yıl olar bundan qabaq istədim tikib bir yün, istədim tikib icarəyə verəm ki 5-3 manatlıq çörək pulu qazanım. Nizami rayon İTŞ-nin rəisi, icra nümayəndəsi gəlib bunu kualdı götürüb özləri söktü. Burada mənim idarəçilər çəkmişdi onu söktüyü yerdə. Onu da telefonu alıb əllərindən siliblər ki çəkiliş eləmək olmaz. Ondan sonra da bunu da mən tikmişəm bu həyəti, o ağacları neçə illər
əziyyət çəkib göyərmişəm. Zəhmət olmasa gəlin qabağa hamısını çəkin. Bura tamamilə sizin icarənizdə olan ərazi. Bəli, bəli. Buranın hamısı hamısını özüm tikmişəm, öz əziyyətimlə. Uşaqlarımın göndərdiyi, evlatlarımı Moskvadan göndərdiyilər pulla. Bu yerlərdə hələ gördüyünüz bugün karno günüdür, tətildir, çoxu işləmir. Bunlar buradan 40-50 ailə evinə, evlatlarına çörək pulaq alır. Mənim arxamdakı yeri aldılar, 3 günə yağı o işçiləri 3 günə çıxartdılar həmən adamlar. Ki, çökədiyi dağıdacaq. Bu tikintilərin hamısını çökdürür. Hamısını mən 2005'də O tərəfdə sizin də. Bəli, bəli. Hamısı bunlar mən 20 illik əziyyətimi, canımı burada vurdu. Bu avtoyolmada işləyir. 1 ilə yaxın. Buradan Xəzər rayonuna gedib Sokara. Xəzərdən sonra upravlen Şəmkirə gedib, Şəmkirdən upravleniyə gəlib departamentə. Sokarın Babəkdəki departament. 5-6 il orada mavin kimi işləyib. Ondan sonra göndəriblər rayona. İndi hal-hazırda Kürdəmir rayonu. Fiziki təzyiq göstərəndən sonra şəxsə vəzifə verirlər. Bəli, bəli. Burada sizin də bu tərəf. Bəli, keçin. Bəli, bəli. Bu günə qədər o məsuliyyətə cəlb olunur. Bu günə qədər də heç onun barəsində heç yerə məlumat verilmir. Polisdə arxası nə qədər güclüdürsə, heç onun barədə heç yerə məlumat verilmir. Bu ağacları siz əkmişsiniz. Bu ağacları hamısını mən əkmişəm. Yolka ağaclarının nardalarına bağ qoyuşum vardı. Orada çıxardırdı məni, koyun başında gətirib əkib göyərtmişəm. Gəlin sənə. Tamam. Zərbə quyuya bura gəlib bura girdi. Məlum məsələdir. Kemistikada paltar, çirkli paltar gələr yola. Mən bura bir 100.000 cərimə yazdım. Dedim xanım, siz bura yer almağa gəlmişsiniz, yoxsa cərimə yazmağa? Güya ki, mən həkiməm. Bəli, bəli, mən bura 100.000-də cərimə yazdım. Burada mənə hələ qorxum. Hansı qurumun nümayəndəsidir ki? Bilmirəm. Buralar hamısı mən özüm düşmüşəm 2005-ci ildə. Oy, içeri girin. Belə değerli izləyicilər, Şirəli Vəlibək bu yerləri alıb, özü tikdirib, ağacları özü əkib. Lakin bir neçə ay öncə Zərifət Quliyeva adlı xanım gəlib ki, bura mənimdir. Değerli izləyicilər, sizlərdən çox xahiş eləyirəm. Paylaşın. Paylaşın ki, beləncə haqqı tapdananları əzməsinlər. Yaşlı adamdır, böyüyüblər. Gözün biri 12% göstərir. Görmə qabiliyyəti döyüləndən sonra. Sizdən xahiş edirəm, bütün qurumlardan xahiş edirəm. Bu Vəli bəyin, Valih bəyin döyülməsi haqqında, əlindən alınması haqqında, bax ərazisinin tədbir görəsiniz. Hələ burada da böyük yer var, yoxsa bir karnoda olar işləmir. Evet. Bir daha müraciət edin, Valih bəy. Bir daha müraciət edirəm hörmətli prezidentimiz İlham Əliyev cənablarına, xanımı Mehriban Əliyevaya. Prezidentimizin başı siyasi məsələlərə qarışıb. Devlət işləri bilirəm bugün çətin vaxtı. Mənim kimi adamların işinə baxmaq prezidentin işidir. O aşağıda qoyduqları adamların icra nümayəndələri, icra işçiləri, prokurorlar, polis idarələri. Bunlar heç biri mənim işimə
bir Zərifə adını eşidən kimi elə bil ki diskinirlər. Bu kimdir Zərifə? Heç olmasa mən xanıma sual verdim ki, axı prezidentimiz göstəriş verib ki, heç yer kəsin əlindən məcburi yer almayın. Kimdən haran istəyirsiniz ödeyin, onun ödənişin dəyən ziyanı ödeyin. Onlar gəlin mənə 250 min, 801 milyon qiyməti olan yeri 850 kvadrat yeri mənə 250 minə almaq istəyirlər. Xahiş edirəm bunu, hörmətli prezident, bunun qabağına düşən, buna yol göstərən, bunu adınızdan, sizin ailə adından istifadə edən adamları nəzarətə aldırın, bunu cəzasını verin ki, başqalarına dərs olsun. Axı bu boyda özbaşınalıq olmaz. Belə özbaşınalığı görüb heç kəs devlətimizdən inci salırlar. Axı siz belə eləməmişsiniz, eləmirsiniz. Siz xalqın arxasında durmuş, o boyda Qarabağımızı aldı. İndi balaca bir yeri belə adamların əlinə keçməsinə imkan verməyin. Xahiş edirəm, bir dəfə sizə müraciət edirəm ki, bu işin boş buraxmayasınız. Müəyyən orqanlara göstəriş verəsiniz. Siz məlum məsələdir, bunu gedib özü tutub cəzalandırmalıdır. Amma orqanlar, prokuror işçiləri, polis işçiləri hara baxır? Milli təhlükəsizliyə şikayət elədim, baxacaq, gedin məhkəməyə verin. Mən 2 ildir məhkəmələrdə sürüləm. Xəstə adam düşmüşəm məhkəmələr. Hamı da o xanımın sözü onlarda keçir. Pul verirlər, zəng eləyirlər, bilmir. Mənim qanuni işimə baxmırlar, amma onların qanunsuz sənədlərini keçirdirlər. Bunun nə dərəcədə bizim axı məhkəmə orqanları düzəlib deyirlər, hamı deyir düzəlib. Amma əslində bəziləri bu sizin nəzarətinizdən kənarda qalır. Xahiş edirəm, məhkəmə orqanlarına göstəriş verin. Axı bu qədər incitmək olmaz. 7-8 dəmə məhkəmə olur. Mən məhkəmə qərarı ilə qeydiyyatda olduğum yeri əlimdən alırlar. 2005-dən buranı mən tikmişəm, mən yaratmışam. Niyə başqa adamlar, kimlərsə istifadə edir ondan? Valih bəy, biz gözəl dövlətdə yaşayırıq, dövlətimizin başçısı var. Mən buradan xahiş edirəm, bütün dövlət başçımızın ailəsinin adından istifadə edənləri lazımi qurumlara xəbər verin ki, dövlət başçısının adına, ailəsinin adına ləkə gətirməsinlər. İzlədiyiniz üçün təşəkkür edirəm, çox sağ olun. Bu qabağda da var, onu öyrədəcəklər.